Aleykümselam və rahmetullahi və bərəkatuhu. Qardaş sual verir, deyir ki, Mizan yardım qrupu var, onlara etibar etmək olarmı? Bəli qardaşım, etimad eləmək olar, etibar eləmək olar. Hətta mən deyərdim ki, bugünkü günümüzdə əgər 2 dənə etibar olması, əmin olması, dələduzluqda, digər əməllərdə ittiham olunmayan 2 dənə qrup varsa, onun biri Mizan qrupudur Allahın izni ilə. Çünki biz Mizan qrupunun sahibi olan qardaşı da Elçin qardaşı tanıyırıq və həmçində Mizan qrupunun adminlərindən Fərman qardaşdır. Fərman isə bizim doktorantada oxuyan hörmətli, bilikli, savadlı qardaşımızdır. Bu qrupun tanıyan, bilənlərdən Ağali qardaşımızdır və həmçində Abuzeyd qardaşımızdır ki, bu qrupu tanıyırlar, bilirlər və orada olan elanların səhliyini bilirlər. Yəni, orada hansısa bir əyriliyin, fırıldaqçısının olmadığına əmindilər. Yəni, biz bunu bilirik və söhbət də eləmişik bu barədə qardaşın özü ilə də. Çünki qardaşın elanları tələbə bilir, qeyd olunan tələbədən hansısa bilir, xəbəri olur. Amma Mizan qrupu barəsində isə Allahın izni ilə tam etibar eləmək.